Okean balığı. Onu da proba edeceğim. Bak. Okean. Salamlar əziz dostlar. Xoş gördük, salamlar. Bayram günləridir. Cəmaət dincəlir. Biz də dedik, maraqlı bir məkanlardan sizə göstərək. Samballı belə ucuzvari kebab dürümlər var. Samballı ucuz var. Elə çıxır da burada. Pulun az ver, çox ye. Əsl sənlik. Əsl mənim malımdır. Zakaz elədik. Deməli, mən götürdüm toyuq filesi. Akşın özünə götürdüm Adana. Elmara da deyirəm ki, Elmar hansından istəyirsən? Hansı lülədən? Deyir ki, bizim lülədən. Nədən başladınız? Bizim lülədən. Mən Bir də ən maraqlı. Okean balığı. Onu da proba edəcəyim. Bak. Okean. Bu ayrı okeanda, yəni bu yüzən balıq söyləyirsən. Nəyə görə 3 manatadır? Çünki mənə elə gəlir ki, bunların öz fermaları var və ət onlara maya dəyəri demək olar ki, çox azdır. Ona görə də bu ətdən, amma sizə deyin ki, o ətlər sveçdir. Yəni orada yəni akşın göstərəcək. Birazdan o dürümlər də gələndə göstərəcək sizə. Yəni soçla olmalıdır. Hamısı sveçdir, sveç olmağına. Baxarıq, dadına da görək nətər, hələ kebabçılar görək nətərdir. Yox, şimdi başladı. Sən də götür də. Lezzetli. Lezzetli. Mənim lülə çox xoşuma gəldi. Soğanla, qırmızı soğan. Sveç. Baxmaq istəyirəm ki, görüm elə quyruğu zaten çox basırlar çox ağır. Çox ayavadır. Yeri gəlmişkən, deyilənə görə burada hər axşam, şimdi 5-dən sonra o boyda o tərəfdən növbə var. Ayran burada pulsuzdur, yəni özləri eləyirlər. Ayran pulsuzdur, orada ayran pulsuzdur, turşular pulsuzdur. Turşu demişdim. Çay verirlər pulsuzdur. Turşuna götürdüm. Bəxt qalmışdı. Buradakı stol maksimum 10 manat olacaq bizdə. Halbuki bəzi restoranlarda bir dənələ 12 manat, 12-14. 3 dənə belə cahil. Normal. Əməli başına. Hokka verib çıxıb gedir. Çox minnətdarım. Bunun üçün öyle. Soğan da bir sənə deyir. Əcdağa şeydir bir soğan. Sumaq da vura bilərsən. Bu qiymətə bu keyfiyyət yox. Keyfiyyət olaraq da oradan keyfiyyətdir. Daddır. Yəni ki, heç bir problem görmürəm. Əminəm ki, Əhmədli zonasında yaşayan adamlar hamısı bu yeri tanıyır. Məncə də. Yəni, Əhmədlinin kənarda yaşayanlar, hansı ki bunu onlar eşitməyib, tanıyırlarsa. gəlin bura. Yolunuz buradan keçsə, yəni abed vaxtına düşdünüz. Yəni dönərdənsə bunu yeyin. Dönərə indi 3 manat, 4 manat verməkdənsə mən gəlib bunu alaram. Çox doyumlu, çox belə dadlı, çox svejdir. Doğrudan deyirəm sizə. Hələ dalınca da şey demişim. Okean balığı ilə bir dənə də cəyə quyruq demişim. Bir dənə onları da nəsədir? Ruq eləyək. Onları da baxacağıq. Pulsuz ayranlarımız da gəldi. Pulsuz da, nanəli ayran. Sveji izqatovlini. Merhaba. Əsl. Mən yayın malıdır. Düzdür. İdealda onsa düz eləyirlər ki, duzlu çox vurmurlar. Çünki ağızda da söhbət var. Amma sveji da, yəni ki, sərin. Bu nə də? Kola moladır. Mən Ronaldo kimi eləyəcəm. Mən tullayacam onu sadəcə. Balıq. Görək bizə nə deyir. Götürək. Allah bu M&M'sdir konkret. Pangasius balığıdır yeri gəlmişkən. Ha, pangasiusdur. Hə. Okean balığı.
Nə deyə bilərsən? Mən yəni ki sözüm yoxdur. Yəni ki Sözün bitdiyi an. Doğrudan o gözlənti ərcdən yerləriz və Okyan balıdır. Yəni deyək ki, Atlantik okeandan gəlib üzə-üzə Xəzər dənizə nətərsə düşüb də. Bu balina söhbəti var idi. 3 manata gəlir Əhmədlidə onu yeyirsən. Nə lazımdır sənə? O neçə illərlə böyüyüb. Okeanda hoqqa verib ki, sonunu 249 sayılı məktəbin yanında tapıldı. tapıldı. Mahnı vəbşə adama belə rahatlıq verir. Rahat oturur yerdə. Ya heç hələ tələsmə, qaçmaya. Ben fonu mahnı qoymayacağım. Hayır, nə istəyi ola bilər? Gedin, doydun, çox pul vermədin. Çıxdıq da bura. Kebab durum 04. Nəyə görə? Tutduq söhbət. Çünki 04 də bildiyiniz kimi Ağcabədi'nin maşın kodudur. Ən Bu yaxşı ətlərdən Ağcabədi zonasındandır. Ağcabədi rayonundan gəlir. Bizə dedilər də, orada ferma var. 5 dənə dürüm yedik. Həli. Ciyər quyruğu, toyuq, lülə, Adana və okyan balığı. Əsas məsələ. Və toplam qiymət də oldu. Nə qədər? 15 manat. Başqa yerdə olsaydıq, qiymət bəlkə 50-60 manat Göz olardı. yuxu. Amma burada cəmi 15 manat. Ünvan da Əhmədli qəsəbəsi. Ukrayna kruqba oradadır. Ukrayna kruqundan biraz yuxarı qalxdınız 249 sayılı məktəbə tərəf. Biz də getdik Daliçə. Gedirik indi binə atçılıq tərəfə. Dostumuz orada Teyyub. İndi görmüsünüz, biz də çəkilişlərdə də görmüsünüz. Gəlir həmişə qonaq kimi. Biz orada qarşılayacaq. Orada deyib ki, bir də həngamə yer var belə. Yəni gəl hoqqa ver söhbəti. Orada dürüm, fason, sik kebab zaten. Həli fast food ayaqüstü. Gedək də gedirik. Növbəti dayanacaq. Növbəti qurbanımız. Gözlü qurban yoxdur. Bizim dostumuz Teyyub bizi qarşıladı öz doğma kəndində, Binə kəndində. Düzdür? Bəli. Mekanın kəndinə xoş gəlmisiniz. Xoş gördük. Mən elə bildim biz Binədəyik. Hə, gəlmişik aeroport yolunun qırağında yerləşən dürüm yerinə. Burada da 3 manata verirlər bunu. Biz burada ancaq lülədir. Ancaq lülə döymədir də yağı, düzdür? Biz ancaq lülə, lavaş, belədir. Amma 1 saniyəyə hazırdır, başa düşdün? Gəldi, Salam verdi, dedilər ki, konveyer kimi. götür apar. Yəni biz necəm uzaqdan gələndə baxın belə, Gülçan deyilir. Bu məkan özü Dasting uşaqlarının ən sevimli məkanıdır. Ora gedənlər bilir ki, bura nə üçündür? Binədədir, gir çıx. Qardaşlar da demişkən, yəni 2 dəqiqə. Dəfələrlə mən bu trasla gedirdim. Prosta 140-150 sürürüm, sağa baxmıram. Sən demən burada arkasında şey var. Ona görə Binə cəmaatı tanıyır, çünki burada pavarot var da kəndə. Ona görə bilirsiniz də, burada belə bir şey var. Binənin əsas girişi o biri tərəfdəndir. Buradan bu biri girişidir, boğuluq girişidir. Yəni Binə cəmaatda buranın biri. Düzdür, bunun çakmaları var, Binə də bir neçə dənə. Amma yəni orijinal bildiyimiz buradır. Ənkə bu saat. Okey. Maşınlar da bura gəlib, yəni hamısı şey sibiriyəni götürür, o ətlər gedir, baba. Normal. Yəni ki, prosta Ya, normaldir deyəndə. o müqayisə eləyəsək, bayaqki yer prosta belə harasa belə göydə də belə çox yuxarı idi də. Bax belə deyim də, Çox oradakı fərqləri yerdə ayran pulsuz, turşu pulsuz. onlar Seçim hər- çeşid hər- barəsində hər- götürsək daha geniş. Burada tapbatırıb daşıyırlar hələ də lülələri. Biz baxırıq ancaq lülələrə gəlirik. Hə. Yəni demək istəyirəm ki, ancaq lülədir. Yəni seçim azdır, burada bir sənəcə trasın qırağıdır, daha çox bəlkə adam dayanır burada nəsə götürür, amma orada seçim də çoxdur. Atmosfer kimi daha yaxşıdır. Oranın sahibi ilə də danışdıq, yəni kifayət qədər belə Dad kimi də axı odur axı. Yedində Yox, bunu. dad da heç- Dad dad yəni yox, çox şey. belə böyük fərq. Seçim Çox də mənə çoxdur görə da. çox böyük fərq var. Yəni ki, oranın lüləsi əjdaha. Bu yəni ki, taq da yola verib, yəni yolsu yemək olar. Amma orada başqa bir. Digər məkan haqqında heç bir fikrim yoxdur. Buranın lavaşı çox bombadır. Hə, lavaş da. Yəni lavaşına buranın söz ola bilməz. Dürüm də ki, dürümdür standart. Deməzdim bombastik, fantastik. Amma yəni dənizə gelirsən, bağa gelirsən, əl su atışdırmağa, nə bilim, dəniz kənarına gedəndə ağmaq üçün məncə ən ideal seçim budur. Yəni belə. Əhmədlidən Binəyə gəldik. İkisini prob elədik. Mənə görə
Əhmədli 1-0 öndədir. Üstü yox, üç var. Hə, yoxsa Promotör 3-0. Xaçkov, promotör Xaçkov da yəni. Yine oyuna çıxmayıb. Hə, 1-0. Hə, belə. Odur ki, belə bir çəkilişlər bizə davam eləyəcək. Siz kommentlərdə bu videonun altında yazın ki, belə tipli yerlər harda var? Yəni maraqlı ümumiyyətli yerlər Yol harda var? üstü belə şeysidə gəldin, yedin, çıxdın, getdin. Yol üstü belə hop hop Yəni elədin. eyni gündə 1-2-3 məkan və çəkə bilək. Gəzə Yəni müxtəlif zonalarda ola bilər, problem deyil. Odur ki, yazın, oxuyacağıq. Həmişə yeyib içməkdə. dürümlərdə. O da olar.